Salam hər kəsə. Bugün danışacağıq Dehli və Moğol dövlətləri haqqında. Əvvəlcə onu deyim ki, Dehli Moğol dövləti də bizim minimum bir qəbul sualımız olur adətən. Cavablarda da qarşımıza çıxa bilir, digər mövzularla əlaqələndirilmiş şəkildə də çıxa bilir. Fərdi, sırf ayrıca Dehli və Moğoldan da sual gələ bilir. Onun üçün nə edirik? Bu mövzunu diqqətlə dinləyirik. Mən sizə çox sadə, asan bir dildə digər mövzularda olduğu kimi izah edəcəm hər birini. Və mövzunu qəşəng, mükəmməl bir şəkildə öyrənəcəksiniz və imtahanda nə edəcəksiniz? Gedib düppədüz yazacaqsınız bu mövzu ilə bağlı düşəcək sualın cavabını. Keçirik mövzumuza. Ümumiyyətlə biz bilirik ki, indiki Pakistandır, Hindistandır, bu ərazilərdə, bu torpaqlarda vaxtilə bir neçə türk dövlətləri mövcud olub. Yəni türklər ora axın ediblər, oranı ələ keçiriblər və orada dövlət yaradıblar. Məsələn, 6-cı əsrdə Mihraqulu, axın hökmdarı Mihraqulunun adını çəkə bilərik, Mahmud Qəznəvinin adını çəkə bilərik biz ki, 10-11-ci əsrlərdə artıq Hindistanda, yəni türk dövlətləri hakimiyyətdə olub. Qəznəvilər, ondan öncə axunlar. Ondan sonra biz bilirik ki, 1187-ci ildə Qəznəvilər dövləti süqut edəcək, Gürullar tərəfindən, Gürulu tayfalarında o haqda da danışacağıq. Gürullar tərəfindən süqut elədikdən sonra hakimiyyətə gələcək Gürulların özü, bu tayfanın özü. Artıq Gürullar orada bir dövlət yaradacaq, Qəznəvləri süquta uğratdıqdan sonra həmin torpaqlarda, indiki Pakistan, Hindistan torpaqlarında dövlət yaradacaqlar və İslamı yayacaqlar, insanlar türklərə üstünlük verəcəklər orduda və s. Zaten Gürullar özləri də türk mənşəli tayfa idilər və daha sonra Gürullar nə edəcək? Hakimiyyətə, daha doğrusu orduya gətirdikləri insanları, hərbiçilərin bir çoxsunu qul olaraq alırlar və onları yetişdirirlər ki, bunlar da məmlüklər, qulamlar adlanırdı ki, bu məmlüklərdən biri də kimdir? Qütbəddin Aybəkdir. İndi haqqında danışacağımız dövlətin yaradıcısıdır, banisidir. Ümumiyyətlə, Gürullar süqut edəndən sonra, yəni Gürulu hökmdarı, sultan öldürüldükdən sonra onun yerinə gələcək, onların vaxtı ilə ordusunda xidmət edən qulamlardan biri olan, məmlüklərdən biri olan Qütbəddin Aybək. 1206-cı ildə qeyd etmişəm mən bura dövlətin yaranma və süqut tarixini. Ümumiyyətlə, mövzuları öyrənəndə, dövlətləri öyrənəndə uşaqlar ən birinci beyninizə nəyə otuzdurmalısınız? Yaranmasını, süqutunu. Ondan sonra baxacaq mövzunun daxilinə, içərisinə. 1206-cı ildə dövlətimiz yarandı. Dehli dövlətini yaradır Qütbəddin Aybək. 1526-cı ilə qədər bu dövlət öz fəaliyyətini, öz hakimiyyətini qoruyub saxlayacaq, fəaliyyət göstərəcək. İndi bir-bir bizə lazım olan burada 6 hökmdarın dövrüdür. Ancaq ən əsas öyrənəcəyimiz 5 hökmdarın dövrü var. Başlayırıq Qütbəddin Aybəkdən. Qütbəddin Aybək hakimiyyətə gəlir. Hakimiyyət illəri bizə o qədər də önəmli deyil. Bu mövzudan söhbət gedir. Digər mövzularla qarışdırmırıq. Qütbəddin Aybək nə edir? Dövləti yaratdı 1206-cı ildə. İndiki Hindistan, Pakistan əraziləri idi. Böyük bir hissə Pakistana düşürdü. Yəni Hindistanın bir hissəsidir indiki Pakistan ərazisi. Paytaxt əvvəlcə Dehli, sonra Diogir şəhəri olacaq. Eyni zamanda Qütbəddin Aybək nə edəcək? Hindistanın şimalını işğal edəcək. Bir yadda saxlayırsınız mən dedikcə. Qütbəddin Aybək Hindistanın şimalını işğal edəcək. Ardınca adam o qədər türkpərəstdir, adam o qədər türkpolikdir ki, ancaq türkləri yığacaq, türkləri birləşdirmək istəyəcək ətrafında. Həmçinin saray tarixçilərinə türklərin tarixi, adət-ənənəsi, onların mədəniyyəti haqqında kitablar yazmağı tapşıracaq, əmr eləyəcək. Eyni zamanda Qütb Minar abidəsini tikdirəcək. Ancaq 1210-cu ildə Qütbəddin Aybək Çövkən adlı bir oyun var. O oyun zamanı bədbəxt hadisə nəticəsində belə deyək, həlak olur. Dünyadan köçür, artıq hakimiyyətdən gedir, onun yerinə varisi olmadığı üçün, yəni onun hakimiyyətini davam etdirəcək bir oğlu olmadığı üçün kürəkəni Eltutmuş xan gələcək. Eltutmuş xanın dövründə biz nələr görəcək? Yenə bunları da eyni üsulla, eyni qaydanla bir-bir yadda saxlayacaq. Eltutmuş xan hakimiyyətə gələndə ən birinci Hindistanın şimalında bir neçə ərazi qalmışdı ki, onları Aybək ələ keçirməmişdi. Bu əraziləri nə edəcək? Eltutmuş ələ keçirəcək. Ardınca Monqolların hücumunu dəf eləyəcək. Eyni zamanda Monqol dövləti də yaranmışdı 1206-cı ildə. Və eyni dövrdə yaranan dövlətlər biz nə görürük tarixdə? Adətən bir-birlərinə rəqib olublar. Düzdür, bunun dövrə o qədər də aidiyyəti olmasa da, ancaq yəni, tarix bunu göstərir ki, bəli, eyni vaxtda yaranan dövlətlərin çoxsu bir-birlərinə yolu getmirdilər. Yəni, yeni-yeni tanış olurdular və bir-birlərinə müharibə elan edirdilər ki, bunlardan biri də Monqollarla Dehli arasındaydı. Deməli, Monqollar hücum eləyəcək Eltutmuşun dövründə əraziyə, Dehli ərazisinə və Monqolların hücumunu, niyə Qütbəddin Aybək deyirəm yenə, Eltutmuş Monqolların hücumunu dəf eləyəcək. Eyni
Eyni zamanda Monqollardan qaçan, onların əsarətindən xilas olmağa çalışan Xarəzmşah Cəlaləddinə kömək eləyəcək, sığınacaq verəcək. Ardınca yenə Monqollardan qaçan türk tayfalarına kömək eləyəcək, onlara öz ərazisində gəlib yaşamağa icazə verəcək Eltutmuş xan. Bu da türk mədəni birliyinin yaranmasına, formalaşmasına, davamlılığın artmasına gətirib çıxaracaq. Eltutmuşun dövründən bunu gördük. Ardınca nə görəcək uşaqlar? İslahatlar keçirəcək, vergi islahatı, hərbi yaradacaq, ordu yaradacaq, hərbi sahədə islahat keçirərək, adına pullar kəsdirəcək, iqtisad sistemini formalaşdırıb, iqtisad paylayacaq əhaliyə. Həmçinin xarici siyasətinə baxsaq, Eltutmuşda biz nə görəcəyik? Görəcəyik ki, Abbasi xəlifəsi ilə dostluq münasibəti saxlayacaq. Hətta Abbasi xəlifəsi onu Hindistanın sultanı olaraq təsdiqləyəcək, tanıyacaq və tanıdacaq dünyaya. Daha sonra Eltutmuş xan hakimiyyətdən gedir və bir də qızı Raziyəni öz varisi elan edəcək və Eltutmuş hakimiyyətdən getdikdən sonra gələcək Raziyə Sultan 1236-1240-cı illərdə. Raziyə Sultanda cəmi 4 il hakimiyyətdə olur. Onun dövründə çox hadisə yoxdur. İxtişaşlar dövrüdür, çəkişmələr dövrüdür. Eyni zamanda ilk qadın sultan, ilk qadın hökmdar idi Hind tarixində, Türk tarixində daha doğrusu. Daha sonra gəlirik əsas məsələ Qiyasəddin Balaban. Qiyasəddin Balaban da bizim Dehli sultanlarımızdan növbətçisidir. Onda da iki şey yadda saxlayacaq uşaqlar. Bir, Hind, daha doğrusu hərbiçilərin köməyi ilə hakimiyyətə gəlib. Bir də Hind qiyamçılarını və Monqolları neyib? Dəf edib. Həm qiyamçılarla vuruşub, həm də Monqollarla vuruşub. Əla, Monqollarla vuruşmağı az öncə biz harada gördük? Gördük Eltutmuş xanda. Deməli, oxşar cəhət kimi götürə bilərik. Bunu da beynimizin bir yerinə qeyd eləyək. Daha sonra gəlir, mən bir şey demədim. Ümumiyyətlə, Dehli sultanlığında biz iki sülalə görəcəyik uşaqlar. Hansı idi bu iki sülalə? Bir, Məmlükləri idi, hansı ki dövlət yaranandan 1206-cı ildən 1290-cı ilə qədər Məmlüklər idarə edəcək ölkəni. Bu sülalənin nümayəndələri, hökmdarları idarə edəcək. Ancaq 1290-cı ildən etibarən artıq Məmlüklərin dövrü bitəcək, qapanacaq, yerinə gələcək Xələclər sülaləsi. Ta ki 1320-ci ilə qədər. Və dedik, Balabanı dedik, daha sonra artıq Xələclərin dövrü başlayır və Əlaəddin Xələc adlı bir hökmdar gəlir hakimiyyətə. 1296-cı ildə gələcək. Əlaəddin Xələcin dövründə biz nələr görəcəyik? Hindistanın cənubunu tutacaq. Uşaqlar, ən çox qarışdırılan yer bax buradır. Hindistanın şimalını gördük. Qütbəddin Aybək tutdu, Eltutmuş xan tutdu. Amma cənubunu tutan olmuşdumu? İndiyə qədər ümumiyyətlə keçdiyimiz türk dövlətləri olsun, digərlər Hindistanın cənubunu tam olaraq tutan olmamışdı. Düzdür, Mahmud Qəznəvi də şimalını tutmuşdu, cənubu müəyyən qədər yaxınlaşmışdı. Ancaq şimalını tutan məhz Əlaəddin Xələc olmuşdu, türk hökmdarlarından, türklərdən. Əlaəddin Xələcin dövrünə baxırıq, nə görürük? Xələclər sülaləsi hakimiyyətə gəldi bir. Monqolların hücumunu dəf eləyir. Eynən kimdə olduğu kimi az öncə dedik, Eltutmuşda və Qiyasəddin Balabanda olduğu kimi bu adam da Əlaəddin Xələclər Monqolları məğlub edir, onları ölkədən qovub çıxarır. Daha sonra daxildə müəyyən tədbirlər həyata keçirəcək, məsələn, nə edəcək? Vergi sistemini düzəldəcək, vergi sistemini nizama salacaq. İndiyə qədər zəmindar adlanan hərbiçilərə, torpaq sahiblərinə maaşı torpaq şəklində verirdi. Ancaq bundan sonra o qaydanı ləğv edir və o torpaqları zəmindarların əlindən alır və onlara artıq maaşı pul şəklində verməyə başlayır. Eynən Nadir Şahda da biz bu hadisəni görəcəyik. Sonra uşaqlar həmin torpaqları, az öncə dedik ki, zəmindarlardan aldığı torpaqları deyəcək, kəndlərə paylayacaq, kəndlərə icarəyə verəcək. Daha doğrusu ki, burada kənd təsərrüfatı yaxşı bir şəkildə inkişaf eləsin. Belə, bu bizim Dehli sultanları haqqında olan məlumatımız idi. Gəldik sonuncu Ludinin dövrünə. Ancaq Ludinin dövründən əvvəl, İbrahim Ludidən əvvəl bir neçə məqam var. Mən qeyd eləmişəm onları uşaqlar. Artıq 14-cü əsrin sonlarından etibarən, xüsusən də 1398-ci ildən etibarən Teymurun yürüşü nəticəsində ölkə biraz da zəifləyir. Yaxşı, sual gələr ki, bəs ondan əvvəl zaten zəifləmişdi. Zaten 14-cü əsr Dehli üçün biraz qaranlıq bir dövr idi. Nəyə görə? Çünki 14-cü əsrin ortalarında artıq iki məsələ var idi. Üzr istəyirəm, sonlarında zaten iki məsələ var idi. Bir, daxili çəkişmələr gedirdi ölkədə. Bir də hindlilərin qiyamları. Zaten Dehli sultanlığında dedik türklər idi. Düzdürmü? Hakimiyyəti quran türklər idi.
Hindistanda. Amma müəyyən bir qism də hindlilərin özü idi axı. Onlar istəmirdilər Türkiyəyə gəlsin, bu torpaqlara yerləşsinlər və daim dayanmadan qiyamlar qaldırırdılar ki, bu qiyamlarda 14-cü əsrin sonlarında ən pik nöqtəyə, ən son həddə çatır və bu da ölkənin zəifləməsinə gətirib çıxaracaq. Plus üzərinə də Teymur bura bir yürüş eləyəcək, ölkəni daha da məğlub etdikdən sonra ölkəni daha da pis bir vəziyyət gözləyəcək, iqtisadiyyatı zəifləyəcək, artıq tərkibində olan ərazilər dövlətdən ayrılmağa, müstəqil olmağa başlayacaq və s. Daha sonra 15-ci əsrdən etibarən artıq Əfqan mənşəli sülalələr gəlir, Dehli sultanlığını idarə eləyir, orada hakimiyyətə gəlirlər və Əfqan mənşəli sülalələrin dövründə də artıq Hindistanın ərazisi xeyli kiçilir. Dehli sultanlığının ərazisi xeyli kiçilərək azalır. Bunların hindlilərlə müsəlmanlar arasında müharibələri, mübarizələri, belə deyək, çəkişmələri başlayır 15-ci əsrdən etibarən. 16-cı əsrdə nə görəcəyik uşaqlar? 16-cı əsrdən etibarən Hindistanda güclü dövlət var idi, qalmışdı demək olar. Amma zəifləyəndən sonra, yəni bir müddət gücünü bərpa elədi yenidən 16-cı əsrdə, ancaq tam o deyildi. 16-cı əsrdə yenidən feodal dağınıqlığı başlayır ki, bu da ölkənin getdikcə daha da süqutuna gətirib çıxarır. Sonuncu hökmdar İbrahim Ludi ağır vergi siyasəti, ağır vergi siyasəti yeritdiyi üçün əhali qonşuluqda olan Kabul hakimi Baburu çağırırlar köməyə ki, gəl bizi xilas elə. Babur da gəlir, dövlətə son qoyur, Ludini döyüşdə məğlub edir. 1526-cı il Panipat döyüşü baş verir onlar arasında və bu döyüş nəticəsində qeyd edilir bura. 1526-cı ildə Dehli süqut eləyir, Babur tərəfindən yerində yaradılır Moğol dövləti. İndi keçirik Moğol dövlətinə. Moğol da eynən Dehli kimi türk mənşəli dövlət idi. Eyni torpaqda yaranmışdı, sadəcə ad dəyişmişdi. Dehli deyildi, artıq Moğol idi və hakimiyyət dəyişmişdi. 1526-cı ildə 1859-cu ilə qədər Moğol dövləti hakimiyyətdə olacaq, Sipahilər üsyanına qədər. Moğol dövlətində biz iki şahın dövrünü öyrənəcəyik şahlar. Bunlardan birincisi Babur şahdır. Hansı ki dövləti yaratdı Babur şah. Ardınca Babur şahda biz başqa nə deyə bilərik? Bir də Dehlidən fərqli olaraq bu adam İslamı çox yaymırdı. Yəni tolerant idi. İcazə verir ki, hindlilər öz dininə sitayiş eləməkdə davam eləsinlər. Nə də olsa əsas onların öz torpaqlarıdır bu torpaqlar. Ardınca nə edirdi? Dövlət torpaqlarına, dövlət fonduna daxil elədi işğal olunmuş bütün torpaqları. Həmçinin İslamı zorla yaymadı. Eyni zamanda türklərə o qədər də üstünlük vermədi, Dehlidə olduğu kimi və hindliləri də vəzifəyə gətirdi, onlara da iş verdi, işlə təmin elədi və s. Babur şahdan sonra şahlar Əkbər şahın dövrünə gələcək. Əkbər şah 1556-cı ildə hakimiyyətə gəlir. Onun dövrünü biz Qızıl dövrü adlandırırıq. Nəyə görə Qızıl dövrü? Çünki 1556-cı ildə 1605-ci ilə qədər Əkbər şah ölkəni həm daxili, həm xarici siyasətdə çox yaxşı şəkildə idarə edir. Məsələn, daxildəki tədbirlərinə baxsaq, vahid ölçü çəki pul sistemi tətbiq elədi, vahid qanunlar yaratdı, belə deyək, dini dözümlülük nümayiş etdirdi, eynən Baburda olduğu kimi. Yəni hindlilərə məcbur eləmədi İslamı qəbul etməklə bağlı. Eyni zamanda onların dinlərinə də hörmətlə yanaşdı. Onlara da türklərlə eyni hüquqlar verdi. Hüquqlarını tanıdı. Yəni hüquq bərabərliyi verdi onlara. Vergiləri 1/3 qədər aldı kəndlilərdən. Eyni zamanda verginin toplanmasına ən yaxın adamları olan cagirdarlara tapşırdı ki, həmin vergi toplanmış vergi hesabına da döyüş filləri, ordu falan saxlanılırdı, döyüş filləri alınırdı. Ordu üçün yəni sərf olunurdu həmin vergilər və s. Yəni öz ciblərinə getmirdi də, belə deyək, xalqın yaxşı yaşaması üçün, işğaldan qorunması üçün sərf olunurdu bu vəsait, toplanan vəsait. Kəndlərdən vergini pulla alırdı, pul şəklində, əsas mərkəz kəndlərdə. Belə. Daha sonra xarici siyasətinə baxsaq, Kəşmirdir, Gucaratdır, Benqaliyadır, bu əraziləri işğal eləyir, Əfqanistanın bir hissəsini işğal eləyir, Hindistanın şimalını işğal eləyir. Dehlidə gördüyümüz kimi, Dehlidə kimlər idi? Şimali Hindistanı işğal eləyənlər Qütbəddin Aybək idi, Eltutmuş xan idi. Cənubunu işğal eləyən kim idi? Əlaəddin Xələci idi, qarışdırmırıq. Mən öz uşaqlarıma da həmişə deyirəm, öz şagirdlərimə, Əlaəddin Xələcin Cənubi Hindistanı tutmasıdır. Bircə hərf bizə kifayətdir köməyimizə çatmağa. Nə? C hərfi. Xələcdə olan C-ni Cənubi Hindistanın C-si ilə eyni yadda saxlasaq vəssalam. Yəni bizim əmin olun ki, imtahanda köməyimizə gəlib çatacaq. Xarici siyasətdə uşaqlar Özbəklərlə, Portuqaliya ilə, eyni zamanda Osmanlı və Səfəvi dövlətlərin dövrün ən güclü dövlətlərindən söhbət gedir, imperiyalarından söhbət gedir. Həmin dövlətlərlə deməli diplomatik əlaqələr qurmuşdu Əkbər şah. Əkbər şah öz hakimiyyətini bütün Hindistana yaya bilməsə də onun varisləri
ondan sonra gələnlər bütün Hindistana hakimiyyətlərini yayırlar. Ancaq 1859-cu ildə indi növbəti dərslərdə biz bu haqqda danışacağıq. Artıq sipahilər üsyanı olacaq İngilis rejimi, İngiltərə müstəmləkəsinə qarşı və bu zaman bu sipahilər üsyanı nəticəsində də Hindistan ərazisində yaranmış Moğol dövləti süqut eləyəcək.